Və nəhayət gəldik İmam Musa əleyhissalamın qəbri şərifinə yetişdik. Hər iki tərəfdən İmam Musa əleyhissalamın qəbrini keçib ziyarət eləmək olar. İçdiyi qapıdan keçib növbə ilə bir imkan yaradıblar ki, növbə gözləyirsən, biraz səbr tələb edir, amma bir-bir də olsa, az müddət olsa İmam Musa əleyhissalamın hərəminə yaxından toxuna bilirsən. Biz də həmən növbədən istifadə elədik, getdik İmam Musa əleyhissalamın hərəminə toxunduq və İmam Musa əleyhissalamı ziyarət elədik. Allah təbarəkə və təala Qurani-Kərimdə buyurur ki, mənə yaxınlaşmaqdan ötürü vasitə axtarın, vasitə qərar verin. Bu vasitələr həm namazdır, həm oruçdur, həm duadır, həm də Allahın sevdiyi məsumlardır. Biz də İmam Musa əleyhissalamın, İmam Musa əleyhissalama xatir Allahdan bütün dualarımızı qəbulunu istəyirik. Allah İmam Musa əleyhissalama xatir din İslam'a qüvvət versin, cəmi xəstələrə şifa versin, şəhidlərimizin məqamını eləsin, gələn günlərimizi, keçən günlərimizdən xeyirli və bərəkətli eləsin. Allah bu mübarək imamın qəbrini bütün arzu edənlərə nəsib eləsin.